İkinci əl ehtiyat hissələri, ölxana dediyimiz ehtiyat hissələri. Niyə hər mağazində başqa cür qiymətədir? Sən bir qiymətə satırsan, Əhməd bir qiymətə satır, Məmməd bir qiymətə satır. Bunun səbəbi nədir? Səbəbi sadə bir səbəbi var. Məsəl üçün, tutaq ki, ikinci əldirsə, bu ölxana zapçasıdırsa, bu söküntüdür, yəni sökülmə maşını. Sən 2020-nin maşını ilə 2013-ün, ikisi də eyni model maşınıdır, eyni qiymət alırsan və əlbəttə ki, xeyr. Biz də alanda 2020-ni alırıq sökməyə, tutaq ki, 2020-ci il maşını alıb sökürük. Onun motorun hissəsi ilə, onun mühərrikin hissəsi ilə, o birisi ürcə sıradan çıxmış, nə bilim, 300 min, 350 min yürüyüşü olan bir avtomobildir. Yəni, onsuz da onu alıb qoysan üzərinə, xarab olacaq. Yəni, mən istəyərdim hamının yəni, iqtisadi vəziyyəti elə bir səviyyədə olsun ki, öz avtomobilinə hər hansı bir ikinci əl ehtiyat hissəsini alıb qoyma məcburiyyətində qalmasın. Amma yenə də reallıq budur. Yəni, avtomobil zapçaslarında yəni, fərqin olmağının əsas səbəbi onun ilinə görə dəyişir. Yəni, biri var təzə maşından çıxan, biri var köhnə maşından çıxan. Yürüyüşə görə deməli fərq Bəli, yürüyüşə görə qiymət dəyişir. Əslində satan da bunu bildirməlidir ki, bunun yürüyüşü bu qədərdir, təzə maşındır, ili budur. Bəli, budur. bildirməlidir. Çox çünki o barədə məlumat vermir sürücüyə, sürücü də bu qalır çaşbaş. Düzdür.